Müştərilər tərəfindən Bank BTB Açıq Səhmdar Cəmiyyətinə yerləşdirilən depozitlərin həcmi azalıb. Yeniavaz.com xəbər verir ki, 2024-cü ilin ilk rübü ilə müqayisədə 2025-ci ilin ilk rübündə müştərilərin Bank BTB-dəki depozitləri 1,8% və ya 2,8 milyon manat azalıb. Bu ayın əvvəlinə olan məlumata görə müştərilərin Bank BTB-də 146,9 milyon manat depoziti olub. Məlumat üçün bildirək ki, Bank BTB ASC-nin səhmlərini 74,99% Mehdiyeva Nigar İsmail qızına, 19,1% Sadiq Rıza İsmailoğluna, 6% isə Mahmudova Tükəzban ağa qızına məxsusdur. Qeyd edək ki, Bank BTB-nin əsas səhmdarı olan Nigar İsmail qızı Mehdiyevanın prezident administrasiyasının sabiq rəhbəri Ameyanın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rıza İsmailoğlu isə onun qardaşıdır. Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən banklar arasında ötən ili zərərlə başa vuran yeganə bank Bank BTB ASC olub. Açıqlanan mali hesabatında Bank BTB-nin xalis zərərinin 839 min manat olduğu qeyd olunub.